O dağların arşasında bir elimde var benim, Murovdağın sinesinde ucalan, tarihiyle danışan, gayretiyle yaşayan Kəlbəcər. Bu torpaq sadece dağ değil, bu torpaq eğilmeyen qametlerin, sınmayan iradelerin, qanla yazılmış tarihlerin yurdudur. Mən Qusarda bir defa doğuldum, ama Kəlbəcər uğrunda döyüşlerde neçə defa yeniden doğuldum. Kardeşim Eyvaz'la çiğne, bu torpak uğrunda döyüştük, yağışı altında birbirimize siper olduk. Ölümün gözüne birlikte baktık. O dövüşlerde tekçe torpak yok, kardeşlik, sadakat, gayret sınandı. Senin oğulların diz çökmeyi tanımayan, baş eğmeyi kabul etmeyen, qameti sınmayan igidlerdi. Senin kızların gayretiyle dağlardan uca duran, gereken de silah götürüp döyüş meydanına çıkan qəhrəmanlardı. Bu dağlar Həcərin cəsarətini, Nigarın sədaqətini, Tomris qeyrətini yaşadan canlı yaddaştı. Senin zirvelerinde tekçe gar yok, şehitlerin ruhu var. Senin yollarında tekçe iz yok, kanla yazılmış gelebelerin izi var. Ben o yolların her taşında olmuşam, her çığırında iz koymuşam. Senin uğrunda savaşmak benim üçün borcu yok, şərəfiydi. Ulfət Kərimov kimi oğullar bu torpaq üçün söz deyib, o sözü canıyla möhürləyib. Kəlbəcər gidərsə mən yoxam. Bu bir milletin andıdır, Kəlbəcər artıq azaddır. Bu azadlıq şəhidlərin qanı, qazilərin yarası, anaların gözyaşıyla kazanılmış müqəddəs zəfərdir. Bugün o dağlara baxanda təkcə torpaq görmürəm, öz döyüşümü, öz ağrımı, öz qürurumu görürəm. Çünki mən o dağların arxasında neçə dəfə ölüb dirildim. Kəlbəcər, sən mənim vüqarımsan, sən mənim əyilməz qamətimsən, sən mənim kimliyimsən.